Mən Samir Tağızadə Hikmətoğlu, Sumqayıt şəhəri Təbiət Elmləri təmayüllü gimnaziyanın məzunuyam. İmtahanlarda, universitet qəbul imtahanlarında 700 bal toplamışam. Möhtəşəm bir hissdir, qürur verici bir şeydir. 4-cü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki mərhələsinin nəticələrinin cəminə görə ən yüksək göstərici qeydə alınıb. Maksimum 700 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri təmayüllü gimnaziyasının məzunu Samir Tağızadə bu ilin ən yüksək nəticəsinə imza atıb. Samir Tağızadə göstərdiyi mükəmməl nəticə ilə ölkə üzrə 4-cü ixtisas qrupunun lideri olub. Bu uğur onun uzunmüddətli zəhmətinin, əzmkarlığının və məqsədyönlü hazırlığının nəticəsi kimi qiymətləndirilir. Buraxılışdan tam 300 bal toplamışdım. Blok imtahanının birinci cəhdində mexaniki bir xətam olmuşdu. Buna görə 400 yox, onda 391,3 bal toplamışdım. Əslində cəmi kifayət qədər bal eləyir, 691,3 baldır. Lakin yenə də bununla razılaşmadım. Dedim ki, əgər potensial varsa, niyə də 700 olmasın? Ona görə ikinci şans imtahanına iştirak elədim. Nəticədə 400 də oradan gəldi, cəmi 700 bal oldu. Gənc məzun gələcək planlarından danışarkən bildirib ki, əsas arzusu həkim olmaq və insanların sağlamlığının keşiyində dayanmaqdır. Hal-hazırda tibb universitetini seçməyi düşünürəm, tibb ixtisası üzrə təhsil almaq üçün. Daha sonra xaricdə təhsilimi davam etdirməyi fikirləşirəm. Cərrahiyyə sahəsinə yönəlmək istəyirəm. Yəni həkim olacaqsa cərrah olacaqsınız. Bəli, elə hal-hazırda neyrocərrahiyyə düşünürəm, lakin ola bilər ki, universitetdə gələcəkdə fikrim dəyişdi, başqa bir sahəyə yönəldim, amma cərrahiyyə əsas olaraq bunu düşünürəm. Samir Tağızadə qazandığı rekord nəticə ilə həm Sumqayıt şəhəri, həm də ölkənin təhsil ictimaiyyəti üçün qürurverici hadisə kimi qiymətləndirilir. Onun uğuru minlərlə abituriyent üçün motivasiya mənbəyi olmaqla yanaşı, zəhmət və məqsədyönlülüyün böyük nailiyyətlərə aparan əsas yol olduğu bir daha nümayiş etdirir. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.